94-cü ildə mənim ailəm köçür Belarusya. Sən 93 təvəllüdsən, 94 bir ildən sonra. 9 ayım idi, mən Minskə köçdüm. Bütün ailəm orada o. 10 yaşından da kickboksa başlamısan. 9 yaşından kickboksa başladın. Təxmini 15-16 yaşına kimi Lübitskilərdə sənin 200, Wikipediyada 207 göstərilir. Ancaq bildiyim yerə 250-dən yuxarı döyüş keçirmişsin. Bu dəftər kitab nazarından əyrənirsən. Dəftər kitabdan bizə yazırdık. Bir podkastda, Drozda demişdim ki, biz müəllim hər döyüşdən sonra deyirdi, dəftərinizdə Sobernikin adını yazmalısınız. Vurduğunuz nokaut nətər döyüşmüşdür. Belə turnirdən sonra mən dəfə biz yazırdık. O kitabı Superbowldan sonra mən tapmışdım, baxmışdım. O vaxt yadıma saldım, belə böyük, belə yol keçmişdik. O, indi baxıram uşaqlarda, idmançılara çox baxıram belə. Bütün idmançılara demək istəyirəm ki, mən boyda siz özünüzə bu vaxtda güc qoyarsınız, vklad deyirlər olacaq. Jертвовать будете. Məşqlərdə də pis ola bilər, yaxşı məşqlər ola bilər, amma sizlər də idmanda olmalısınız, özünüzün vaxtınızı gözləməlisiniz.